eləyirəm, qulaq as. Aha. Deməli, bu bir BSG nümunəsidir, BSG 2-nin nümunəsidir. Bunun üzərində izah eləyəcəm, yenidən elli-bitil mövzuları xatırlayaq. Deməli, uşaqlar, kəsirlərin toplanmasıdır, qarışıq ədədlərin toplanmasıdır. Qarışıq ədədləri toplayanda yenə də bizə əsas məsələ nədir? Məxrəclər. Məxrəclər müxtəlifdir. Deməli, biz nə etməliyik? Eyniləşdirməliyik. Yəni, ortaq məxrəc tapmalıyıq. Və yaxud başqa sözlə əkub da deyə bilərik. 3 ilə 4-ün bölündüyü ədədi tapacağıq. 3 ilə 4-ün də bölündüyü ədəd 12 oldu. Deməli, bura biz 12-ni yazırıq. Deməli, əgər məxrəci 12-yə gətirmişəmsə, 3-ü nəyə vurmuşam 12-yə gətirmişəm? 4-ə. Deməli, məxrəci vurduğuma görə mütləq surəti də 4-ə vuracam. Çünki demişik ki, kəsirlərin bərabərlik xassəsinə görə surət və məxrəci eyni bir ədədə vurduqda və ya böldükdə özünə bərabər kəsir əmələ gəlir. Deməli, məxrəci nəyə vurdumsa, mütləq surəti də vuracam. Olacaq 4. Üstə gələk. 5 tam qalır yerində. Yenə digər kəsiri də 12-yə gətirəcəm. Bunu da 4-ü 12 eləmək üçün 3-ə vurmalıyam. Əlbəttə, məxrəci vurduğuma görə surəti də vuracaq. 3-ü də 3-ə vurduq, 9. Oldu nə? 7-də, 7 tam, daha doğrusu, 12-də, 4-ünlə də 9-u toplayanda 13 eləyir. Baxırsınız ki, belə bir cavab yoxdur. Diqqətlə misala baxanda, uşaqlar, nə görürük? 12-də 13 necə kəsirdir? Düzgün olmayan. Düzgün olmayan kəsiri qarışıq ədədə çevirməliyik. 13-ü 12-yə bölürük, düzdür? 1 tam, 12-də 1. Burada da 7 tamımız da var, düzdür uşaqlar? Neçə eləyəcək? Deyin görüm. 8 tam. Aha, bəli. 8 tam. Tamlar 8 tam 12'də 1. Bəli, 7 tamla 1 tamı topladıq. Oldu 8 tam, 12-də 1. Aydın oldu bu? Bəli. Aydındır? Bəli. Çox yaxşı. İndi keçək uşaqlar, faizi xatırlayaq. Ədədin 210 ədədin 20%. Ədədin faizinin ümumiyyətlə tapılmasını yadımıza salsaq, ədədin faizini tapanda faiz göstərən ədədə vurub 100-ə bölürük. Ədədin, bax, in, şəkilsini gördünüz ha. Burada faiz göstərənə vurub 100-ə bölürsünüz. İndi deyir ki, 210 ədədinin 20%. Hələ bir bura qədər tapşırığı yerinə yetirək və-yə qədər. Sonra davamına baxarıq. 210-un 20%-ni tapanda uşaqlar 210-u vururam 20-yə, bölürəm 100%-ə. Burada da belə başa salmışdım ki, uşaqlar, əgər yuxarıda 2 dənə 0 varsa, bax bu 100-lə gedəcək. 100-lə gedəcək. Qaldı 21 vurulsun 2. Bu da elədi mi 42. Deməli, 210 ədədinin 20%-i oldu 42. Bunu tapdıq. İndi keçək görək, 150 ədədinin 5-2 hissəsini tapaq. 150-nin 5-2-sini tapanda, ədədin, hissəsini tapanda, siz... Necə? Nilay, buyur sözünü denə. Müəllim. Bəli, eşidirəm. Cəmlə müəllim. Eşidirəm. Nilay, yəqin yenə sənin internetində problem var. Təzdən daxil olarsan, səsimi eşitmirsənsə. Deməli, uşaqlar, 150 ədədini 5-2 hissəsini tapanda 150-ni vurmalıyıq 5-2-yə. 150-ni vurmalıyıq 5-2-yə. 150-nin 5-2-sini tapanda siz aşağı siniflərdən öyrənmişsiniz ki, 150-ni 5-ə bölüb 2-yə vurmalıyıq. 150-ni 5-ə bölüb 2-yə vurmalıyıq. Və yaxud da 150 ilə 5-i ixtisar eləyəndə 30, 30-u da 2-yə vuranda 60. Deməli, 150-nin 5-2 hissəsi də oldu 60. Buranı 60 tapdıq, buranı da 42 tapmışdıq. Düzdür, uşaqlar? Bəli, müəllim. Ay, sağ ol. Deməli, bax, bir də yazıram. Buranı da 60 tapdıq, elə? Bura 60 oldu, burada 42. İndi nə deyir? Və hissəsin cəmini tapın. Cavab C variantı. Bəli, 42-nin də üstünə 60-ı gəldik, oldu 102. Bu da oldu C variantı. Müəllim, yenidən başa salarsınız. Hansı başa salım, Nilay?
Mən ikincinin səsiniz gəlmirdi. Aynı lay. Burada deyir 210 ədədin 20%-ni. Ədədin faizini tapanda faiz göstərən ədədə vurub 100%-ə Müəllim. bölürsən. Eşidirsən indi məni? Nilay bax, burada yazmışam. 210'u 20'ye vurup 100'e bölürsən. Burada 2 sıfırlar 100'dən ixtisar edir. 21'i 2'ye vurursan 42. Uşaqlar, keçək üçüncünü izah eləyək. 24,4 üstə gələ 20,5 bölünsün 5. Bilirik ki, əməl işarətlərindən birinci əgər bölmə varsa, bölməni yerinə yetirəcəyik. 20,5'i bölürəm 5'ə. Diqqətlə bura baxaq. Vergülə qədər 20'ni 5'ə böləndə 4 tam yerləşir. 4'ü 5'ə vurdum 20. 0. Bax, gəldik, çatdıq vergülə. Vergülə çatanda elə bilin ki, bu vergülü götürüb gətirdik, qoyduq buradan. İndi 5 düşür aşağı. 5'i 5'ə də böləndə bir dəfə. Oldu nə? 5, 0. Deməli, oldu bu 4 tam 10'da 1. Sonra 24,4'ün üstünə gəlin 4,1'i toplamağı yenə yadımıza salaq onluq kəsirlərin toplanması. Baxın uşaqlar, 24 tam yüzdə Mənim yenə 14. səsiniz gəlmir. Çıxıb yenə dindirirəm. Aha. 24 tam yüzdə 14. Burada bu təklikdir, onluqdur. Baxın, 24 vergüldən soldakı. Təklik, onluq. Sizin bildiyiniz, bax, normal 24 natural ədədir. Təklik, onluq, düzdür. Amma sağ tərəf artıq kəsirdir, kəsir hissəsidir. Kəsir hissəsində uşaqlar təklik hissəsi olmur. Kəsir hissədə nə olur? 10'da 1'dən başlayır. 10'da 1, yüzdə 1. İndi biz bunları toplayanda elə eləməliyik ki, hər mərtəbə öz altına düşsün də, alt-alta düşsün. Bu da 4'də 1. 4'də 1'in təkliyi 4'dür. 1'də 10'da 1'dir. Toplayanda 4'ün altında 0 var. 0'ın üstə 4 gəldim 4. 1'in üstə 1 gəldim 2. 4'ün üstə 4 gələndə 8. Bu da 2. Aydındır. Oldu 28 tam %24. Nilay, əgər eşitməyəndə narahat olma. Bu atacağım, sən yenidən baxa bilərsən. Yaxşı? Yaxşı, müəllim. Aha. Sonra keçdik 4-cü tapşırığa. Müəllim, mən 4-lə 3 işlə bilmədim. 3-də hansıdır? 28 tam %24. Sadət əməl işarəsidir. Əvvəlcə böləsən, sonra da toplayacaqsan. Yenidən atanda baxarsan mütləq. Sonra keçək uşaqlar 4-cü tapşırığa. Fiqurların düzülüşünə görə perimetr düsturlarının düzülüşünü müəyyən edin. Aha. Birinci nə gəlir? Hansı fiqurdur bu? Düzbucaqlı. Düzbucaqlı. Bəli. İndi gəlin görək düzbucaqlının hansı variantda veribdir birinci perimetrin? Müəllim, nə çarpı? Variantında müəllim. 4A-dır. 4A kvadratında axı qızlar. Bu kvadratın bütün tərəfləri eyni olduğuna görə bunun perimetri də olacaq 4A. 2A müəllim. 2. Bunun da 3 tərəfi bərabər yanlı üçbucağı olduğuna görə bunda da olacaq 3A, düzdür. Deməli, perimetri niyə yadınızdan çıxıb ki? Necə idi düzbucaqlı perimetrin? Deyin görüm. A üstə gəl A, B üstə gəl B. O da var. Bəli, A üstə gələ A, B üstə gələ B də deyə bilərsiniz. Başqa cürə əsas düstur 2 vurulsun, A üstə gələ A B-dir. üstə gəl B. Ay, sağ ol. Uşaqlar, bu belə çox vaxt düsturu belə bilirsiniz deyə bu şəkildə olanda çaşmayın. Bu nə deməkdir? 2'ni A'ya vururam, mötərizənin içinə 2A üstə gələk, bir də 2'ni B-yə vururam, 2B. Deməli, düzbucaqlının da perimetri nə oldu? 2A üstə gələ 2B. Yəni bu şəkildə də verirlər, bu şəkildə də verirlər. Bilin ki, bu eyni deməkdir. Aydın oldu. Keçirik 5-ciyə baxıraq. 90 dərəcəyə bərabər olan bucaq necə adlanır? Necə adlanır? Düz bucaq. Bəli, düz bucaq. müəllim. Ay, sağ ol. Bəs iti bucaq neçə dərəcə olar? 90'dan az.
Bəli, 90-dan kiçik, 0-dan böyük iti bucaqdır. Açıq Açıq bucaqda bucaq 180 dərəcə. həmişə 180. 180 dərəcə 180. Asya. Sonra keçdik 6-cı sualın izahına. Tənliklərin köklərinin cəmini tapın. Uşaqlar, tənliyin kökü deyəndə, bəzən uşaqlar bunu eşidəndə çaşırlar ki, bu nə deməkdir? Tənliyin kökü nə deməkdir? Tənliyin kökü nə deməkdir? Mən 6x. Yəni, x-i tapmaq deməkdir də, yəni bunu həll eləmək deməkdir. Bax, tənliklərin kökləri cəmi o deməkdir ki, buradan da x-i tapın, cavabı həll eləyin, x nəyə bərabərdir, onu tapın. Cavablarının Bəli, toplanması. cavablarının tapılması, yəni x-in tapılması. İndi gəlin bu tənliyi burada yazıram, bir dənə yazım, izah eləyim, bir daha yadımıza salaq. Deməli, 6x ilə 40 bərabərdir 64. Əvvəlcə 6 vurulsun x deməkdir. Bunu saxlayıram uşaqlar. Bu 40-ı neynirəm? Atıram bərabərin o tayına. O taya keçəndə, burada toplamadırsa, o taya keçəndə olacaq çıxma. Düzdür? 64 çıxılsın 40. 6x bərabərdir. 64-dən 40-ı çıxdınız. Qaldı mı 24? İndi burada vurmadır. Baxın, əgər bilməyəndə, onsuz da bilir ki, məsələn, 6-nı o taya atanda bölünəcək. Bundan da başqa deyə bilərik ki, vuruq, hasil. Məhkul, bax, vuruq haradadır? Məhkul vuruqu. X məhkul vuruqdur. Bilinməyə vuruqdur. Yəni, tapmağımız lazım olan. 24-ü qisməti, hasili böləcəyik digər vuruğa. 24-ü böləcəyik 6-ya. X-a bərabər olacaq 4. Bəli. İndi bu birisini siz deyin, mən yazım. Aha. Mənə şeydim. Mənim 34 34 keçirir üstə gəl. 6-nın yerinə. Bu da çıxma olur ay müəllim. Bəli, 8x bərabər olur. Buradakı ilə işiniz olmasın. 8x bərabər olur. O tayda nə olacaq? 106 çıxılsın 34. 8x bərabərdir. Hə, neçəyə? 72-yə. Düzdür. İndi neyniyək? Mənə 72-dirsə. Hə, x nəyə bərabərdir? 72-ni mənə 72 bölü 8. Bəli, Yəni 72 bölü 8, x da bərabər oldu 9. Uşaqlar, bəzən əgər cavabdan dəqiq əmin olmasanız, x-i gətirib yerinə qoyub hesablaya bilərsiniz. İndi 4 aldıq, kökləri 9 aldıq. 4 üstə gələk, 9 aldıq 13-ü. Aydın oldu? Tənliyi də yadımıza salmış olduq. İndi keçdik 7-yə. Çoxluğu hansı bərabərsizliyi ödəyir? Uşaqlar, sizlə biz çoxluq keçmişik. Əslində 5-ci sinifdə çoxluq çıxarılıbdır. Yenə də bəlkə də köhnə BSG-də köhnə proqrama uyğundur. Amma yenə də mən sizə bunun cavabını deyəcəm. Amma çoxluğu mən elə bilirəm ki, bu il biz keçməmişik. 6-cı siniflərlə başladı bu il çoxluqlar dərslikdə. Demək, 3, 4, 5, 6. Çoxluğu hansı bərabərsizliyi? Baxın, uşaqlar, 2-dən 3, 4, 5, 6, 2-dən böyük, 7-dən kiçikdir. Müəllim, bunu qrupa atarsınız. Müəllim. Aha, bəli. Deməli, görürsünüz, elə bura uyğundur. Amma 7-dən kiçikdir. Deyərsiniz, müəllimə, 7-dən kiçikdir. 7-dən kiçikdir. Amma axı 7-dən kiçik 1, 2 də ola bilərdi. Yoxdur, düzdür. 7-dən isə böyükdür, bu da heç uyğun deyil. Deməli, baxın 2-dən böyük, 7-dən kiçik. Bu işarə bilirsiniz, böyük, kiçikdir. Yəni 2 daxil deyil, 7 daxil deyil. Görürsünüz, 2 də yoxdur, 7 də yoxdur. 2-dən böyüklər, 7-dən kiçiklər. O da düzdür, 3, 4, 5, 6. Deməli, A variantıdır. Yəni siz bunu özünüz də tapa bilərsiniz. Cədvələ əsasən dəyişmə asıllığının düsturunu və eni tapın. Uşaqlar, burada da nəyə aid idi bu? Yuxarı siniflərdə funksiya gedir. Burada y-in x-dan asıllıq düsturları. Deməli, gəlin baxaq, asıllıqdaydı burada. Bu dərs asıllığa aiddir. Deməli, aşağıda bizə düsturu verir. Deyir ki, tapaq. Deməli, qızlar, x 1 olanda y 3 olub. X 2 olanda y 5 olub. 3 olanda 7 olub.
4 olanda neçə olacaq? Gəlin baxaq. Bax, 1 olanda 3 olub. 2 olanda 5 olub. Düzdür? Yəni x-a 1 qiymətin verəndə y-i 3 alıb. Burada üstünə nə gəlib? 2 gəlib. Burada üstünə 3 gəlib. 3 olanda 7 olub. Burada üstünə 4 gəlib. gəlib. Deməli 4 Dörd olanda 4, 5. üstünə də 5 gələcək. Deməli burada 9 olacaq. Eni 9 tapdıq. Elə baxanda bir variantdadır ancaq eni 9. Amma elə bunu özümüz də tapa bilərik. Baxın x-in yerinə gətirib burada 1 qoysaq, y bərabərdir 2 vurulsun 1. Üstünə də 1 gəlsək, bu il 23. Görürsünüz x-a 1 verdi, y-i 3 aldıq. Lap bu birisini də yoxlayaq, 2-ni qoyaq. Y bərabərdir 2, x-in yerinə 2 qoyuram, vurulsun 2, üstə gələk 1. Bu da elədimi 5. Görürsünüz? Deməli, bu şəkildə biz düsturu tapdıq. Neynədim? X-in qiymətini gətirib burada yerinə qoyub, baxarsınız, y-i də doğrudan da bunu alırsınızsa, bir ikisini də yoxlayın hər dəfə. Deməli, həmin düstur bu qanuna uyğunluğun, bu asıllığın düsturudur. Sonra keçib B-yə. Fiqurlardan hansı fəza fiquru deyil? Hansı fəza fiquru deyil uşaqlar? Deməli, A bəndə. Bəli, hansı fiqurdur bəs bu A variantındakı? Mənim adı çətin idi müəllim bizə. Aha, görüm kim deyə bilər. Yaxşı, B-dir deyə görüm hansı fiqurdur? Kub. Kub. Bəs C nədir? Silindir. Uşaqlar, bu da paralelogram. Həmən paralelogram. Ay, sağ ol. İki tərəfləri bir-birinə paraleldir. Yaxşı, bu müstəvi fiqurdur. Bu ikisi isə fəza fiqurlarıdır. 10-da deyir ki, kubun tam səthinin sahəsi 150 kvadrat santimetr olarsa, onun bir üzünün sahəsini tapaq. Birinci, siz mənə deyin görüm, kubun neçə üzü var idi? 6. 6. Bəs neçə tili var? 12. Neçə təpəsi var? 8. Ay, sağ ol. Bəs kubun 8. Kubun tam səthinin sahəsi nəyə bərabərdir? S nəyə bərabərdir? S bərabərdir 2 vura B. Yox. Bərabərdir. O kuboiddir. Kubdan danışıram. Kubun bütün tərəfləri nədən ibarətdir? ABC. Qızım, kubun bütün tərəfləri kvadratdan təşkil olunur. Düzdür? Kvadratın da bütün tərəfləri eynidir. Ona görə də deyin görüm kubun səthinin sahəsini. Sahə düsturu. Səhv dedin axı Nilay. Mənim kubun 2 elədi axı. Xəzra, kubun Kubun 6 Aha. bərabərdir 6 kvadratı. Ay, sağ ol. 6 vurulsun A kvadratı. Çünki biz dedik, baxın, kubun bəli, bütün tərəfləri kvadratdır. Bir üzünün sahəsi A kvadratıdırsa, bunun da 6 dənə üzü var da, vuracaq 6 A kvadratı. Aha. İndi bizə tam səthinin sahəsi 150-dir. Yəni S bərabərdir 150-yə. Deməli, 6 vurulsun A kvadratı bərabərdir 150-yə. İndi bunu necə həll eləyək? 6-ı 150-yə vururuq məndən. Yox. Mən 150 böl 6. Bəli, A kvadratı vuruq hasil. A kvadratı bərabərdir 150-ni bölürük 6-ya. A kvadratı bərabərdir 25-ə. Bəs A-nın özü nəyə bərabərdir? 25 olmağına cavab 25'dir. Çünki bizdən bax görsünüz bir üzünün sahəsini istəyir. Bir üzünün sahəsi A kvadratıdır. Elə A kvadratı da oldu 25. Amma əgər bizə desəydi tili nəyə bərabərdir? Olar ki tilin soruşar uşaqlar. Müəllim 8. Necə yəni? 8-8-ə vuranda 25 eləyir. 8-ə hardan çıxır? 5'i 5'e vuranda 25 olur. Bəli, A kvadratı nə deməkdir? A vurulsun A deməkdir də. O da 5 vurulsun 5. Yəni bizdən... Müəllim orada üzünün sahəsini tapın dedi müəllim.
Mən özüm 8 dedim. Ha yox. 25-dir. Bir üzvün sahəsi 25-dir. Amma til desə, o təkcə A deməkdir. Tili desə. Yəni bir tərəfi deməkdir də, elə bilin ki. O da 5 olacaq. Sonra 11-də görüm nə Müəllim, deyir uşaqlar? 30 bəli müəllim qızım. çox gümancı bu düşünəcək. Çünki müəllim, bizdə bir dənə qız var idi. O gedəcəkdi kəndə, o hamıdan qabaq yazdı. Gəldi sinifə deyir ki, məsələdə yazılmışdı ki, Samirin neçə dənə Qızım, qələmi var. bir dəqiqə Xəzra, bir dəqiqə dayan. Bizə lazım deyil, Bəli. hansı nə düşürdüsü. Bizə dərsi öyrənmək lazımdır. Bizə mövzunu öyrənmək lazımdır. Əlbəttə ki, bu düşməyəcək. Bu düşsə mən bunu bəlkə də sizə işlətmərəm axı. Bizə lazımdır ki, mövzunu öyrənək, mövzunu. Sən mövzunu bil, sən qarşına başqa 50 dənə bu cürə test qoysalar, sən eləməlisən. Sənə öyrənmək lazımdır, sənə əzbərləmək lazım deyil. Yaxşı, 11-i izah edirəm. 32 desimetr uzunluğunda parçadan 180 santimetr kəsdilər. Nə qədər parça işləməmiş qaldı. Uşaqlar, baxın, burada yenə uzunluq ölçü vahidlərini gəlin bir daha xatırlayaq. Deməli, böyükdən kiçiyə doğru düzsək kilometr, metr, desimetr, santimetr, ən kiçiyi də millimetr. 1 kilometrimiz mindir. Qalanları arasında 10, 10, 10'dur, düzdür? İndi baxın uşaqlar, desimetrdən 180 santimetri kəsiblər də, belə işlədiblər, düzdür? Biz də demişik ki, uzunluq ölçü vahidləri eyni olmazsa, biz onları üzərində əməl edə bilmərik. Vurub, bölüb, toplayıb çıxa bilmərik, gərək eyni olsunlar. Ona görə də biz neyniyərik? Böyük çalışaq, çox vaxt kiçiyə çevirək. Düzdür, bəzən elə olur ki, kiçiyi də çevirək. Elə burada bax, niyə ki, kiçiyi 180-i də çevirə bilərik. Düzdür, bu daha rahat olar. Böyüməkdənsə kiçiklə işləmək daha yaxşıdır. 180 santimetri gəlin desimetrə çevirək. Neçə eləyəcək? Müəllim 100 vurulsun. Bax, uşaqlar, santimetrdən desimetrə qaydırıq. Neyniyəcək? Mən ona vururuq. Ona böləcəyik. Böləcəyik. Kiçikdən böyüyə qaydırıq. Kiçikdən böyüyə keçəndə bölmürük. Bəli, 180 santimetrdən desimetrə qaydıram. Mən bunu çevirirəm. 32 desimetri saxlayıram. 180 santimetri desimetrə çevirirəm. Onda da kiçikdən böyüyə keçəndə bölürdük. Nəyə böldüyümüzü də bax burada görürük. 1 desimetrimiz 10 santimetr olduğuna görə bunu da bölürük. Böləndə də oldu nə? 18, düzdür. İndi 32-dən çıxdı 18, bəli. Qaldı 14 santimetri. Daha doğrusu 14 desimetri. Bu 14 desimetr oldu axı. 14 deyil, nə qədər parça işlənməmiş qaldı? Elə 14 desimetr. İndi baxın uşaqlar, diqqətlə baxın. Görürsünüz, burada 14 desimetri görmürük. Nə görürük? Bax, bu desimetr 1,4-dür. Deməli, bu ola bilməz. Çünki desimetrlə olsa 14 olmalıydı. İndi gəlin digərlərini də axtaraq. Bax, 14 desimetri santimetrə çevirmək üçün neynəməliyik? 4-ə vuraq. Vurmalıyıq ona. Çünki desimetrdən santimetrə keçəndə neyinirik? Vururuq. Düzdür. Olasıydı 140 santimetr. Aydındır. Başa düşdünüz uşaqlar? Deməli, bu da deyil. Santimetrə də çevirəndə 140 eləyir. 1,4 eləmir. Amma indi gəlin buna baxaq. Metrə. 14 desimetri metrə çevirəndə yenə geri qaydırıq mı? Geri qaydanda ona bölürükmü? Hə, uşaqlar? Bəli. Aysa. Ona böləndə olacaq nə? 1,4 metr. Başa düşdünüz? Bəli. Mən burada yox, 100 olmalıydı. 100 olmur qızım. 1 kilometrimiz 1000 metrdir. Mənim 1 12-yə kilometrimiz 1000 metrdir. Sən Mən düz kvadratla səhv saldın. Sahə ilə 12 asandır. yaxşı. 12 asandır. Ədədi ortasını bəli toplayıb böləcəksiniz 100-ə. Onda vaxtımız azdır. Mən onu 99-un üstünə 100 100, bəli. üstə gəl 101, üstə gəl 104. Yaxşı, 404 Nilay. eləyir. 404-ü də bölürük. 101.
Aferin, aferin. İndi hesablamağa baxaq. Uşaqlar biri onluq kəsirdədir, biri digərləri adi kəsirdədir. Kimə necə rahatdır o şəkildə çevirə bilər. Amma baxırıq cavablar onluq kəsirdədir. Onluq kəsirdə olduğuna görə gəlin çevirək. Yəni Nəyə? ikiyə vuracağıq. 0,75 qalsın, onluq kəsirdədir. Biri 4-ə böləndə neçə eləyər uşaqlar? Kim deyər? 4. 0, Dörd. necə 4? 4-ü 1-ə bölmürük, ya biri 4-ə bölürük. Birincində 4 yoxdur axı. 0-dan %25. İndi Bəli. 1-i 2-yə böləndə sizə demişdim, 10-u 2-yə bölsək 5 eləyər. Amma bu 10 deyil, bu 1-dir. 1-in içində 2 yoxdur deyə. Ay sağ 0,5. İndi gəlin bunu toplayaq. 0,75-in isə 0,25 gələndə 1 eləyir, 1. 1-in də isə 0,5 gələndə 1,5. Ay sağ ol, A variantı. İndi keçirəm 14-ü də izah edirəm. Qutuda eyni ölçüdə 8 qırmızı, 5 yaşıl, 2 ağ kürə var. Təsadüfi götürülmüş bir kürənin yaşıl rəngdə olması ehtimalını tapın. Uşaqlar, bunu aşağı sinifdə keçmişik, ona görə də izah eləyəcəm. 8-in üstə 5 gəlirəm, ümumini tapmağa. 15. Üçləri 5, 2. Ümumisi oldu 15. 15. 15-i yazıram məxrəcə. Baxın, yenə deyirəm, Yaşlı hamısını saydı toplayıb yaz. ki, Bəli, yaşlı Beşdir. rəngdə dediyinə görə yuxarıya da nə yazacaq? 5 5 yazacaq. 5 ixtisar eləyək. Bəli, ay sağ ol. Burada da olmadığına görə 15-də 5. 5-ə 15-də bölürəm. 3-də 5-i 5-ə 1, 15-də 5-ə 3, 3-də 1. Afərin. 3-də 1 bəli. Aha, uşaqlar bir medianı da izah eləyim. Bu medianı tapanda əvvəlcə kiçikdən böyüyə düzülüb, burada da düzülübdür. Cüt sayda olanda, bax 1, 2, 3, 4 dənə cüt saydadır. Cüt sayda olanda tən ortada ikisini götürürəm. Onun ədədi ortasını tapıram. 24-ün üstə 26-ını gəlib bölürəm 2-yə. 50-ni də 2-yə böləndə elədi 25. Aydın oldu. Görün başqa sual var. Yoxdur. Bu da deməli nə oldu? 15 dənə biz BSG 2 nümunəsini izah etmiş olduq. Uşaqlar, mövzuları bir daha təkrar eləyin, diqqətli olun, diqqətli davransanız, tələsməsəniz, amma çox da təbii ki, yavaş da getmək lazımdır, çünki vaxtda gedir. Diqqətli olsanız, inanıram ki, yaxşı nəticəniz olacaq. Başqa hansı mövzuda çətinliyiniz varsa, deyərsiniz, o mövzudan testlər işləyərik. Əslində, mən sizə testlər atmışam. Qrupda güvən testləri var, sonuncu BSG 2-lər. Siz onları oturub işləyə bilərsiniz. Sabah sizin hələ vaxtınız var. Oturun, işləyin. Güvəndən BSG-lər atmışam sizə uşaqlar. Oturun, oradan işləyin. Oldu, bugünlük bu qədər. Nə sualınız olsa deyərsiniz. Hələlik. Salam aleyküm. Aleyküm.